Azərbaycan 20-ci əsrin 40-60-cı illərində müharibədən sonra, yəni sonraki prosesdə artıq belə deyək də, bundan sonra qarşıda duran vəzifə o idi ki, Azərbaycanda müharibə müddətində dəymiş ziyan, zəifləmiş iqtisadiyyat, zəifləmiş sosial vəziyyəti yenidən qaldırmaq idi. Buna görə də bir çox sahələrdə islahatlar keçirir. Birinci, sənaye sahəsində. Bunların hamısı iqtisadi sosial islahatdır. İqtisadi sosial deyəndə birinci sənaye islahatı deyirik. Sənaye bizdə birinci neftdir. Neftə xüsusi fikir verəcək. Neft sənayesi bilirsiniz ki, 2-ci Dünya müharibəsi dövründə neft mədənləri vəhşicəsinə, belə deyil, doğru dildə desək, amma bənzətməyə uyğundur ancaq. Vəhşicəsinə istismar edildiyi üçün neft hasilatı aşağı düşəcəkdir. Neft quyuları demək olar ki, neftin daxildə belə deyək də, neftin hasilatının aşağı düşməsi, neftin azalması vəziyyəti daha da ağırlaşdıracaqdır. Buna görə də SSR bu çox adımlar atacaqdır. Nə edəcəkdir? İlk dəfə olacaq, dünyada ilk dəfə olaraq açıq dənizdə neftin çıxarılması prosesi başlayacaq. 1948-ci ildə biz neft eskadaları, ya da neft daşları vuracaqdıq açıq dənizdə və 1949-cu ildə isə ilk açıq dənizdə neft fontan vuracaqdı. Həmçinin qurudakı olan neft mədənləri də yenidən təmir olunacaqdır, yenidən istismara veriləcək. Və beləliklə yeni neft mədənlərinin qurulması və əvvəlki neft mədənlərinin bərpa edilməsi nəticəsində neft hasilatı artırılacaqdır. Bu dövrdə neft hasilatı artırıldıqdan sonra 40-50-ci illərdə digər sahələrə də önəm veriləcəkdir. Sənayenin digər sahələri. Bu dövrdə Azərbaycanda yeni şəhərlər salınacaqdır. Bunlar hansılardır? Mingəçevir idi, Şirvan idi, Sumqayıt şəhərləri idi. Hətta Sumqayıt Azərbaycanın neft kimya mərkəzinə çevriləcəkdir. Kimya və digər belə deyək də məhsulların istehsalı Sumqayıt şəhəri üçün əsas rol oynayacaqdır və əsas şəhər hesab olunacaqdır. Həmçinin bu dövrdə Mingəçevir su elektrik stansiyası tikiləcəkdir 1954-cü ildə və həmçinin Gədəbəydən digər ərazilərdə də daş kəsəndə mis saflaşdırma və misəritmə zavodlarda istifadəyə veriləcəkdir. Mingəçevir su elektrik stansiyası Qafqazın ən böyük, Qafqazın bütün Şimali Cənubi Qafqazın ən böyük belə deyək su elektrik stansiyası hesab olunacaq. Bu gün də Azərbaycan 95% işıqlandıran yəni elektrik stansiyasıdır. Bilirsiniz ki, yəni Azərbaycanda olmasa bir çox sahədə yəni işıq məsələsi olmayacaq. Sonra gəldik kənd təsərrüfatına. Kənd təsərrüfatında görülən tədbirləri sayırıq burada. Kənd təsərrüfatında xırda kolxozların birləşdirilməsi prosesi baş verməyə başladı. Yəni bu necə olur? Yəni kiçik kolxozlar da onlar hansı ki ziyana gedirdi və yaxud da əhəmiyyətsizdir, onları vahid bir kolxoz formatda birləşdirməyə çalışacaqlar və birləşdirilir. Həmçinin xırda təsərrüfatları da artıq sıxışdırmağa başlayır. Məsələn, insanların həyətlərində 3-4 dənə toyuq varsa, 5-6 dənə qoyun varsa, bunu qoymamağa başladılar. Yəni kənd təsərrüfatında xüsusi şəkildə. Azərbaycanda bax bunu yadınızda saxlayan bu əsas bir məqamdır. Taxılçılıq əsas yer tutsa da, amma Azərbaycanda ən çox tütün, pambıq, ipək bunların istehsalatı olacaqdır. Taxılçılıqla maldarlıq deyək də burada, əkinçilik və maldarlıq mərkəzdən asılılığı qorumaq naminə burada Azərbaycanda inkişafına çox imkan verilmirdi. Məsəl üçün, pambıq sahələri, əkin sahələri dəyişdirilirdi, oldu pambıq sahələri. Əkin sahələri dəyişdirilirdi, oldu üzüm sahələri. Və yaxud da otlaq sahələri dəyişdirilirdi, olurdu başqa bir sahə üçün istifadə olunur. Nə var ki, Azərbaycan, məsəl üçün, SSR-ni, burada SSR-dən söhbət edir, Rusiyadan, Qazaxıstanın ət alışını və ətlə bərabər taxıl alışını davam elətdirsin. Və bu da mərkəzdən asılılığı qoruyub saxlamaqdır. Yoxsa normalda Azərbaycan belə deyək də özünün ətə və taxıl olan ehtiyacını özü hesabına ödəyə biləcək mövqeyə malikdir. Amma SSR buna imkan vermədiyi üçün elə hələ də biz müasir dövrdə də bu problem aktual olaraq hələ də qalacaqdır. Bu dövrdə kənd təsərrüfatı məhsullarının satışı prosesi genişləndiriləcəkdir. İstehsalatın artması, bolluğun yaranmasına gətirib çıxaracaqdır. Xüsusən də 47-ci ildə pul islahatının keçirilməsi və talon sisteminin ləğvi bu belə deyək, kənd təsərrüfatının və sosial-iqtisadi vəziyyətin rifahın yaxşılaşmasına gətirib çıxaracaqdır. Bu dövrdə əhalinin sosial vəziyyətinə baxdığımızda nə deyəcəyik? Birinci, müharibə müddətində bilirsiniz, əhalinin bir çoxu müharibədə həlak olduğu üçün əhalinin artım məsələsinə böyük təsir vermişdir. Amma müharibədən sonra 48-53 Qərbi Azərbaycan, yəni Ermənistandan Azərbaycandan deportasiya olunması, ölüm hallarının azalması, bu iki faktor insanların təbii artımına gətirib çıxaracaqdır və xalqın, Azərbaycanın əhalisinin sayının artmasına gətirib çıxaracaqdır. Bu isə vəziyyəti yaxşılaşdırır. Amma bir çox əhali 59
pasportlaşma sistemindən sonra kənddən şəhərə köçmə baş verəcəkdir. Bu da urbanizasiya sistemi deyilir coğrafiyada, hansı şəhərləşmə sistemi gedir. Amma bu böyük fəsadlara gətirib çıxaracaq. Şəhərlərdə binalar çatışmayacaqdır, evlər çatışmayacaqdır. Bu da 5-9 mərtəbəli binaların tikilməsinə gətirib çıxaracaq. Bu isə şəhərin infrastrukturunu çətinləşdirəcəkdir, memarlıq üslubunu pozacaqdır ki, bu da mövcud problemləri saxlayacaq. Siyasi vəziyyətə baxdığımızda müharibədən sonra siyasi vəziyyət. Bu dövrdə yenə SSR-in başında kim idi? Stalin, Azərbaycan başında isə Mirzəcəfər Bağlıyev. Müharibə Stalinə çox böyük bir qürrə gətirdiyi üçün başladı artıq yeni bir repressiya dalğası. Bu dövrdə Azərbaycan tarixi əsərləri üzərində böyük ciddi nəzarət olunacaqdır, tarix elmi üzərində nəzarət olunacaqdır, tarix elmi sıxışdırılacaqdır, hətta keçirilməyəcəkdir. Azərbaycan Xalq Cümhuriyyəti xalqın gözündə salınacaqdır, təbliğatı anti-təbliğat kimi gediləcəkdir. Sonra bununla paraleldə orada deyirsiniz ki, məsələn, Kitab Dədə Qorqud dastanı feodal epos bir növ belə deyim, damğalayacaqdılar. Bakıxanovu Çarın Sadiq qulu kimi, Mirzə Kazım bəyin Çarın Sadiq qulu kimi damğalayacaqdılar. Bu dövrdə Heydər Hüseynovun əsərinə görə onu tənqid eləyəcəkdilər. Ondan Sovet İttifaqı qəhrəmanı Stalin mükafatını əlindən alacaqdılar. Hətta Heydər Hüseynov buna görə dözə bilməyib, özünü öldürəcəkdi. Yəni bu dərəcədə bir şeydir. Və bir çox şəxsləri burada təqib və təhqirlərə məruz qoyacaqdılar. Lakin 1953-cü il Stalin ölümündən sonra siyasi vəziyyət dəyişəcəkdir və tamamilə yeni bir dövr olacaq. Nikita Xruşovun dövrü olacaqdır. Nikita Xruşov Azərbaycana 1954 belə deyək də 1959-cu ildə İmam Mustafayevi Bağırovun əvəzinə başçı təyin edəcək. İmam Mustafayevin dövrü çox yaxşı bir dövrdür. Milli mənəvi dəyərlərin artdığı bir dövrdür. İlk öncə İmam Mustafayev gəldiyi kimi, hakimiyyətə gələn kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsini ölkə daxilinə verəcək. Yəni, əvvəllər SSR Azərbaycan məhkəmə qanunlarını təyin edirsə, indi artıq Azərbaycan özü-özünün məhkəmə qanunlarını təyin edəcəkdir. Cinayət Mülki Prosessual Məcəllə. 1956-cı ildə telestudiya fəaliyyət göstərəcəkdir, indiki ASTV. 1956-cı ildə isə 1937 Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması haqqında maddə əlavə ediləcək. Yəni, deyək ki, Konstitusiya 120 maddədən ibarətdirsə, bu maddəni bir də əlavə edirik, bir maddə, 121-ci maddə, hansı ki, bu maddə nədir? Dövlət dilinin ana dili olması haqqında qərar verəcək. Kargüzarlıq bütün yerlərdə Azərbaycan dili istifadə olunacaq. Rus məktəblərində Azərbaycan dilinin tədrisi məcburi olacaqdır. Və bundan hamısı İmam Mustafayevin dövründə olacaqdı. Və İmam Mustafayevin dövründə bu proseslər baş verəcək. Lakin İmam Mustafayevin milli dəyərlərə önəm verməsi bu Sovet hakimiyyətinin xoşuna gəlməyəcəkdir. Milli mənəvi dəyərləri dəstəkləndiyi üçün milliyyətçilikdə günahlandırıb onu vəzifədən baxın, qulaq asın. Milliyyətçilikdə günahlandıran yeganə baş katibdir. Günahlandırıb onu vəzifədən uzaqlaşdıracaqdılar. Yerinə Vəli Axundov gələcəkdir. 1959-1969 illərdə Vəli Axundov. Vəli Axundov. İndi gələk nəyə? Vəli Axundovun dövründə bu da milli mənəvi dəyərlərə çox önəm verəcək. Hətta bunun dövründə 62-ci ildə gizli təşkilat olan Milli Azərbaycan qərargahı yaradılacaqdır. MAQ. 62-ci ildə bir də bilirsiniz Evian sazişi var, Fransa Cəzairi müstəqillik edir. Və bir də Karib böhranı var, onu da biləsiniz. 62-ci illərdə MAQ yaradılacaqdır. MAQ yaradılmasında məqsəd nədir? Rəfi Bəyovdur, bir də Xudu Məmmədovdur. Bunlar yaratmışlar ki, 3 məqsəd vardır. 1. Vəzifəyə Azərbaycanlılar gətirilsin, hətta buna nail olmuşlar. 2. Respublikaya pul ayrılmalar, Respublikanın öz daxilində olsa, yəni Azərbaycan SSR öz pulunu ayırsın, büdcəsini ayırsın. 3. Yenə milli oyanışı təmin eləməyidir. Bu dövrdə 1967-ci ildə metropoliten istifadə ediləcək, ilk metropoliten Azərbaycanda. Sonra Ulduz jurnalı, Heydər Babaya Salam əsəri tərcümə olunacaqdı, Ulduz jurnalı çıxarılacaqdı. Sonra 68-ci ildə 1960 Vəli Axundovun köməkçisi Şirəli Qurbanovun təşəbbüsü ilə Novruz bayramı Bahar bayramı adı ilə rəsmi şəkildə keçiriləcəkdir. Lakin 69-cu ildə vəzifədən gedəcəkdir. Bu vaxt 1969-da qərar verilir ki, 38 qərarına görə Qazağın 2000 hektar torpaq sahəsi verilsin Ermənistana. Lakin 69-cu ildə Heydər Əliyevin gəlişi ilə bu qərarı dayandıracaq. İndi gələk burada
Düzdür, hər rəhbərliyin özünün tərkibində var, amma mən buna ayrı-ayrı deyəcəm ki, siz ayrı-ayrı da kitabınızda yəni onları nəzərə alacaqsınız. Baxın, bizdə birinci Mirzəfər Bağırovu deyirik. Bağırov 1933-1953-ə kimi, hətta 54-ə kimi 56-da edam olunur. Sonra İmam Mustafayev 1954-59, Vəli Axundov 1959-1969. Müharibədən sonra ermənilər yenidən başladılar ki, Dağlıq Qarabağı iddia elədilər. Dağlıq Qarabağı da erməni əhalisinin çox olmasına əsas gətirərək və Dağlıq Qarabağın iqtisadi problemlərinin həll edilməməsinə əsas gətirərək dedilər ki, Ermənistana birləşdir. Və Bağırova göndərdilər, ultimatum göndərdilər. SSR rəhbəri ki, bəs bu məsələni aydınlaşdır və Ermənistana birləşməsinə bağlı qərar verir. Bağırov da o dövrün Azərbaycan zooloqunu, bioloqunu, sonra coğrafiyasını, tarixçisini yığır bir otağa. Deyir ki, mənə Qarabağın, yəni bunu sadəcə sizə məlumat olsun deyirəm, yəni bu kitabda yazılmır. Qarabağın Azərbaycana aid olduğunu sübut edir və bu bütün şəxslər Qarabağın Azərbaycana aid olduğunu sübut edir tarix faktlarla və coğrafi faktlarla. Sübut edildikdən sonra sonda bir cümlə yazır. Deyir ki, əgər ki Dağlıq Qarabağın sırf ermənilər yaşanır deyə Ermənistana verilməsini istəyirsinizsə, o zaman Şuşa istisna olmaqla Dağlıq Qarabağın Ermənistana verməsinə razı. Amma vaxtilə Gürcüstana verdiyimiz, hələ də Azərbaycanlıların yaşadığı, vaxtilə Ermənistana verdiyimiz, hələ də Azərbaycanlıların yaşadığı bölgələrin Azərbaycana qaytarılması tələbini də biz sizə təklif kimi göndəririk. Bu məktub, təbii ki, bu cavab o dövr Sovet rəhbərliyi üçün çox bir effekt yaşayacaqdır və Sovet rəhbərliyi ermənilərin Bağırovun dövründəki Qarabağ iddiasının qarşısını alacaqdır. İkinci dəfə Bağırovun bu iddiasının qabağına alan, görürlər ki, ermənilər görür ki, Bağırov bu iddianı eləyir. Buna görə də başqa bir tədbir görürlər. Nə edirlər? 1946-da Stalinə müraciət edirlər ki, güya xaricdə yaşayan ermənilər Ermənistana köçmək istəyir. Bunlara şərait yaradır. Bu şəraiti necə yaratmaq lazımdır? Ermənistanda yaşayan Azərbaycanlıları deportasiya eləmək. 1947-ci ildə isə Ermənistanda yaşayan Azərbaycanlıların, kolxozçuların Şimali Azərbaycana, Kür-Aracovanın deportasiya olunması gətirib çıxaracaqdır. Və beləliklə 1948-53 aralığında Ermənistanda yaşayan Azərbaycanlılar Kür-Aracovana köçürüləcəkdir. Təbii ki, coğrafiyası çox yaxşı bilər. Ermənistan iqlimi sərtdir və dağlıq bölgədir. O dağlıq bölgədən Kür-Aracovanına, Kürdəmirə cəmaatı salyana, saatlıya sürürsənsə, o cəmaatdan bir şey çıxmaz. Necə olur? Həqiqətən də iqlim dəyişikliyinə dözə bilməyən, xüsusən də qocalar və uşaqlar vəfat edirlər. Çox adam yəni burada vəfat edir. Və bu deportasiya prosesi nəticəsində, 48-53 prosesi nəticəsində Ermənistanda yaşayan Azərbaycanlıların sayı azalır və Azərbaycanda belə də Azərbaycanlıların bir çoxu qırğına məruz qalacaqdır. Bu dövrdə, bu deportasiya olduğu dövrdə bizim rəhbərliyi isə Sumqayıta, Mingəçevirə, Şirvana yeni erməni ailələr köçürürdü. Bizimkilər də bizdə rəhbərliyin gözünə girmək lazımdır, elə lazım qədər girəcəkdilər. İndi gəldik nəyə? İmam Mustafayevin dövrü. İmam Mustafayev bayaqla dedi ki, milli oyanış artır axı. Milli oyanışın artması, insanların rifahın yaxşılaşması, Azərbaycançılıq ideologiyasının ortaya atılması Sovet rəhbərliyi xoşuna gəlməyəcək. Sovet rəhbərliyi tez nə edir? Həmən dəqiqə yenə erməni-Azərbaycan fəsadlığını ortaya çıxarır. Qarabağa erməni iddiası ilə sürüləcəkdir, bunun qarşısı alınacaqdır və bu vaxt nə edəcəkdir? Ermənistanda mövcud olan, baxın bu kitabınızda necə yazdıq bilmirəm, amma əgər mən dediyim kimi yazmalısınız. Ermənistanda mövcud olan qəzet və jurnalların ləğvi, Azərbaycan dilində qəzet və jurnalların ləğv edilməsi, oradakı olan Cəfər Cabbarlı adlı olan teatrın fəaliyyətinin dayandırılması və digərlərinin fəaliyyətinin dayandırılmasını yekunlaşdırılacaqdır. Vəli Axundovun dövründə yenə Ermənistan Azərbaycana və xüsusən Qarabağa ərazi iddiası ilə sürəcəkdir. Lakin o ərazi iddiasında qarşısı alınacaqdır. Sonda dediyimiz Qazaxın 2000 hektar torpaq sahəsinin verilməsi ilə prosesi təsdiqlənəcəkdir ki, o vaxt Heydər Əliyev gəlir. 1969-da Vəli Axundovdan sonra Azərbaycan demək ki, 4-cü rəhbəri hesab olunur. Ondan sonra, yəni Azərbaycanlı 4-cü rəhbəri, Azərbaycan 4-cü rəhbəri kimi Heydər Əliyev gələcəkdir və bu 69 qərarını
əleyhinə çıxış edib onun qarşısını alacaq. Bu da sizin dərsiniz olacaq.